Xameni ağanın haqqını bu kimi kişilər tanıdı. Elə də deyirsiniz, ustad, hörmətim var, əhsən, halal olsun, şair. Bəs bunlara nə deyirsiniz? Bunlar bir şey bilirdilər ki, bu sözləri deyiblər. Çünki sizdən mütaliəsi, elmi, savadı və dini sahədə, din üzrə çox kitablar oxuyublar. Ona görə də bu həqiqətləri öz meyxanalarında deyiblər. Şiyələrik ahdımı hər yerdə qürurlu. Biz şiyələrik ahdımı hər yerdə qürurlu. Allahımızın eşqi ilə qəlbləri nurlu. Çün rəhbərimiz Xamneyi vardır üzü nurlu. Siması gözəl rəhbəri əzəm nə gözəldir. Peyğəmbər sallallahu aleyhi və səlləm ayı iki yerə böldü, möcüzə etdi. Bu barədə Qurani Kərimdə də ayə var, elm də bunu sübut edib. Amma o vaxtı bəziləri iman gətirdi, bəziləri iman gətirmədi. Bəzilərindən bir stəkan çay içsən hidayət olunacaq. Bəzilərindən bir çaynik çay içsən hidayət olunacaq. Bəzilərindən bir samavar çay içsən belə hidayət olunmaz. Bəzilərindən Qurani Kərimdən ayə belə nazil olsa hidayət olmaz. Çünki qəlbi qəsavət bağlayıb, qəlbi daş bağlayıb günahlarla. Yaxşı ki, şiə hədislərində Şeyx Xüleyni var. Yaxşı ki, İran var, inqilab edən Xomeyni var. Hər günün öz Yezidi, hər günün öz Hüseyni var. Kərbəla yolunu gedir, qafilə sakit, sakit. Kərbəla yolunu gedir, qafilə sakit, sakit. İmam Xomeynini bəxş etdi İranə yaradan. Ruhuna əhli İran söyləyəcək rəhmət əran. Neçə illərdir əsarətdəydi mülk İran. Əhsən ol şəxsə ki qurdu İslamiyyət ölkəsi. Əhsən ol şəxsə ki qurdu İslamiyyət ölkəsi. Heç vaxt yadımdan çıxmaz. Kərbəlayı Vüqar rəhmətə gedəndə, dünyasını dəyişəndə onun qəbrinin ətrafı aşura oldu. Sinə vurdular, Məhərrəm ayı idi. Möhtəşəm bir məclis keçirildi. Heç vaxt yadımdan çıxmaz. Allah ona rəhmət eləsin. Allah İslamın düşmənlərinə, Əhl-i əleyhissalamın düşmənlərinə əbədi lənət eləsin və onları dünya və axirətdə xar etsin inşallah.